Dəyərli izləyicilərimiz, şəxsi tikili illərin evi, oturuşmuş, kolonlarla inşa edilmiş və evin də torpağın da kupçası olan 3,6 sot torpaq sahəsində tikilmiş illərin evidir dəyərli izləyicilərimiz. Ünvan Masazır qəsəbəsi, General Hakim Abbasov küçəsi. Deməli, hörmətli izləyicilərimiz, bu ev deməli 200 kvadrat yaşayış sahəsidir. 1,6 sotda torpağı qalır. Kim istəyər artırar, nə bilim, neyniyər, amma belə yəni, artırmalıq bir şey yoxdur. Evin ölçülərini də özünüz görəcəksiniz. Burada terras hissəsi, kolonlarla inşa olunub, hörmətli izləyicilərimiz. Tavan hündürlüyü hündürdür. Yəni, burada artırmalı bir şey yoxdur. Bura dəhlizidir, yəni bir şey ki. Haradansa başlayalım. Bax, 40 kvadrat zalıdır, hörmətli izləyicilər. Evin də torpağın da kupçası var. Qiyməti 125.000 manatdır. Xahiş edirəm, qiymətlə bağlı, yəni 125.000 manata bu boyda ev heç yerdən tapa bilməzsiniz. Düzdür, bəziləri var, istəyirlər ki, bu boyda ev 60.000 olsun. Belə şey olmur da, yəni, olmur belə şey. 125.000-i tam rahat şəkildə bu evi saymaq olar. Bir makler kimi mənim özümə ləzzət edir bu ev. Çox qəşəng evdir, dəyərli izləyicilər. Ölçülər odur da, hündürlük odur, möhkəmliyi də odur, sənət-sünətli qaydasında yerləşmə yeri Masazır General Hakim Abbasov küçəsi. Deməli, 569 nömrəli marşrut dayanacağından 100 metr məsafədə yolun sağ tərəfi, hündür tərəfi su qalan yer deyil. Nə bilim, burada sel oldu, yağış oldu. Bundan sonra qasırığı olsun, tornado olsun, bu ev 12 ballıq zəlzəliyə də davamlıdır, hörmətli izləyicilərimiz. İndi nə bilim, əşyalar da bu kombisi falandır. Onlar hamısı qaydasında 125.000 manat, paket kupça, 4 otaq dəyərli izləyicilər. Zəng eləyin. Bu evə rahat şəkildə baxıb pul saymağa dəyər. Sağ olun.